Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Bugünkü dərsimizin mövzusu hərəkələrdir. Hərəkələrin ərəb dilində çox böyük və çox mühüm bir rolu var. Əgər biz hərəkələri öyrənməsək, onları tanımasaq, doğru şəkildə oxuyub yaza və sözləri tələffüz edə bilmərik. Buna görə də biz Allahın izni ilə bugün hərəkələri öyrənirik. Ərəb dilində 3 qısa sait var ki, biz bu hərəkələrdən bəhs edirik. 3 qısa sait var ki, biz onların vasitəsilə, onların köməkliyi ilə samitləri səsləndiririk. Bu hərəkələr fəthə, kəsrə və dammə hərəkələridir. Fəthə samitin üzərində yazılır və ona ə səsini verir. Kəsrə samitin altında yazılır və ona i səsini verir. Dammə samitin üzərində yazılır və ona u səsini verir. Mən burada bir neçə nümunə göstərmək istəyirəm ki, daha aydın olsun. Əlif hərfindən başlayaq. Burada əlif hərfinin üzərində mən həmzə işarəsini yazıram. Bu sizi çaşdırmazsan, inşallah ki, növbəti dərslərimizdə mən ayrıca həmzə haqqında ətraflı şəkildə izah edəcəyim. Yəni həmzənin nə olduğu haqqında. Çünki biz bunu keçməmişik, çaşdırmasın sizi. Demək əlif, əlifin üzərində fəthə yazsaq, bu bizə ə səsini verəcək. Altında kəsrə yazsaq, bu bizə i səsini verəcək. Və üzərində dammə yazsaq, bu bizə u səsini verəcək. Eyni ilə bə hərfində göstərmək istəyirəm. Bə hərfinin üzərində fəthə, bə səsini bə hərfi altında kəsrə, i səsini və bə hərfi üzərində dammə, bu bizə bu səsini verəcək. Yəni gördüyünüz kimi hərflərin üzərində